Hər vaxtınız xeyir, Analıq Məktəbinin dəyərli izləyiciləri. Bugün biz uşaqlarda göz müayinəsi haqqında danışacağıq və bizə bu məlumatı güvəndiyimiz, sevdiyimiz və bütün pasientlərimizin razı qaldığı oftalmoloqumuz doktor Gülnar Əliyeva danışacaq. Buyurun doktor. Salamlayıram mən də sizi. Çox sevindim dəvət etdiyiniz üçün və bu mövzuya toxunduğumuz üçün. Uşaqlarda göz müayinələri hər zaman biz düşünürük, valideynlər bizə sual verirlər ki, məsələn, 1 yaşından sonra mı yoxlamalıyıq uşağı? Hətta bəzən rastlaşırıq ki, uşaqlar məktəbə gedir, amma göz müayinələri olmayıbdır. Amma bir qısa məlumat verim ki, uşaqlarda göz müayinələri yeni doğulan vaxtdan başlamalıdır. Yəni ilkin göz müayinəsi yeni doğulmuş vaxtda aparılmalıdır. Nə üçün, nə məqsədlə aparılır yeni doğulmuş vaxtlarda? Bir çox anadan gəlmə xəstəlikləri inkar eləmək üçün. Bu xəstəliklər anadan gəlmə katarakt ola bilər, anadan gəlmə qlaukoma ola bilər, anadan gəlmə göz zibində olan patologiyalar ola bilər, görmə silinin atrofiyası ola bilər, patoloji törəmələrlə rastlaşa bilərik. Bunun üçün və eyni zamanda ön segmentin müayinəsində, yəni kanalda hər hansı bir problem var yoxsa yox, iltihabi bir proseslər varmı? Bunun üçün ilkin mərhələdə mütləq yeni doğulmuşların müayinəsi yeni doğulduğu vaxtdan sonra aparılmalıdır. Burada bir sual işarəsi altında yarana bilər ki, bu müayinə bütün uşaqlara mı aiddir? Təbii ki, biz bu uşaqları 2 qrupa bölürük və mənim bugün dediyim normal doğuşla, normal çəki ilə və vaxtında doğulmuş uşaqlara aiddir rutin müayinələr. Vaxtından əvvəl doğulan, az çəki ilə doğulan uşaqlarımız var ki, onlardakı göz müayinələri tamamilə fərqli vaxtlarda daha tez-tez aparılır. İkinci bir məsələ, ikinci bir müayinə olur mütləq 18 ayında. Əgər biz ilkin müayinədə, ilkin rutin müayinədə bir patologiya aşkarlamamışıqsa, o zaman düşünə bilərik ki, niyə 18 ayında təkrar müayinə aparılmalıdır? 18 ayında apardığımız müayinə uşağın inkişafı ilə göz almasının inkişafının və görmə funksiyalarının inkişafının bərabər getməyinə diqqət etmək üçün aparırıq. Bu zaman, yəni ilkin mərhələlərdə bir çox patoloji hallarla ən çox rastlaşdığımız göz sürüşmələri ilə, məsələn, valideyn şikayət eləyir ki, diqqətlə baxdığı zaman, oynadığı zaman uşaq və yaxud da mən yuxarıdan çağırdım, yuxarıya baxdığı zaman bir gözünün bayıra və yaxud da içəriyə qaçması oldu və yaxud da uşaq bir əli ilə gözünü bağlamağa çalışır və ya bugünkü gün çox rastlaşdığımız bir məsələ var, qırpmalar yaranır uşaqlarda və həm pediatrlar, həm valideynlər bunun nevroloji tiklər olduğunu mu, yoxsa oftalmoloji olduğunu düşünməyə başlayırlar. Ona görə həmin vaxtda 18 ayında uşaqlar yəni artıq ana südündən keçirlər digər qidalara, qida rasionları dəyişir, qida rejimləri dəyişir, o vaxta qədər müxtəlif infeksion xəstəliklər keçirə bilirlər və bu məqsədlə də gözdə qırpmalar yarana bilər ki, bunlar heç də hər zaman nevroloji tiklər deyil, bəzən gözə bağlı, gözün ön segmentinə bağlı patoloji proseslər də ola bilər. Bir də dediyim kimi, görmə funksiyalarının, yəni görmə itiliyinin də və yaxud da iki görmə məsələlərində bu məsələlərə diqqət etmək üçün 18 ayında təkrar müayinəmiz gedir. Digər əsas müayinəmiz bizim olur 3-4 yaşındakı uşaqlarda. 3-4 yaşında olan uşaqlarda ən çox bizi narahat eləyir. Əgər bu yaşa qədər normal gəliblərsə, normal rutin müayinələrdə heç bir patologiya aşkar olunmayıbsa, 3-4 yaşında daha çox ortaya çıxır zəif görmə prosesləri. Yəni yaxına zəif görmə məsələsi var, uzağa zəif görmə məsələsi var. Ona görə də mütləq şəkildə 3-4 yaşında uşaqlar təkrar oftalmoloji müayinədən keçməlidirlər. Əgər 3-4 yaşında biz aşkarlayırıqsa zəif görmə məsələsini, bu hər iki gözdə də ola bilər, bəzən patoloji halda bir gözdə ola bilər. Niyə patoloji halda deyirəm? Çünki bir gözdə olan deməli zəif görmə çox vaxt həmin gözün tənbəl olmasına, deməli el arasında tənbəl göz deyirik, tibbdə ambliopiya deyilir ona. Ambliopiyanın yaranmasına səbəb olur ki, əgər bu ambliopiya hipermetropiya nəticəsində yaranırsa, yəni o gözdə müsbət gözdürsə belə deyək, yəni daha çox elə belə xəstələr nəinki tək yaxını, həm ortanı, həm uzağı pis görürlər və bu bizim işimizi daha çətinləşdirir. Çünki artıq həm gedəcəyimiz yol çətin olur. Digər gözlərdə biz təkcə eynək təyin eləyirdiksə, bu halda həm eynək təyin eləməliyik, həm qapama
proseslərindən, yəni aktiv olan gözün bağlayıb müəyyən saatlarda passiv gözün işlətmə məsələlərini aparırıq. Bu valideyn üçün də çətin olur, uşaq üçün də çətin olur, təbii ki, həkim üçün də çətin olur. Ona görə və biz düşünəndə də ki, artıq 4 yaşından sonra uşaqlarda məktəbə qədər hazırlıqlar və yaxud da məktəb vaxtına qısa bir müddət qalır. Biz daima çalışırıq ki, məktəb vaxtına qədər bu görməni düzəldək. Ona görə də 3-4 yaşında bizim aşkarladığımız bu xəstəlikləri daha aktiv, daha yaxşı müalicə elədiyimiz zaman uşaqları rahatlıqla yaxşı görməklə məktəbə yola sala bilirik. Və digər müayinəsi, yenə də heç bir patologiya aşkar olunmayıbsa və yaxud da kiçik patologiyalar aşkarlanıbdırsa, digər müayinəmiz gedir artıq məktəbdən əvvəl. Mütləq şəkildə hər bir uşaq məktəbə getmədən əvvəl o yaşa qədər heç olmayıbdırsa ki, əslində olmalı idi digər müayinələri, mütləq şəkildə məktəbə getməmişdən əvvəl göz müayinəsi olmalıdır. Bəzən mən valideynlərə həmişə izah eləyirəm bunu. Yəni həkim olaraq biz bilirik duyğu orqanlarının həyatımızdakı rolunu. Yəni hər bir duyğu orqanı uşaqlıq vaxtından əqli inkişafa çox kömək eləyir və biz düşünəndə də ki, əslində uşaqların əqli inkişafı əsas 2 yaşa qədər çox sürətlə gedir və sonra hər bir ildə biraz daha deməli azalmağa başlayır. Amma digər orqanlar kimi 2 yaşına qədər həm də uşağın qavraması da 2 yaşına qədər çox güclü olur. Və bu duyğu orqanlarından necə ki, uşaq düzgün eşitməlidir, düzgün danışmaq üçün, necə ki, qoxunu düzgün bilməlidir, ən önəmli duyğu orqanlarından biri də göz olduğu üçün və insan yaddaşının böyük bir hissəsində böyük rolu görmə yaddaşı oynadığı üçün bu uşaqlarda mütləq məktəbə qədər görmə funksiyalarını, görməni tam bərpa eləməliyik. Çünki yaxşı görməyən bir uşaq, biz bilmirik. Bəzən uşaqlar, məsələn, 2 gözündə də zəif görmə var. Uşaq başa düşmür ki, mən pis görürəm. Eynən. Balaca uşaqları, bizim öz belə deyək də, yaxınlarımızda belə bir şey olmuşdu. Müəyyən sinifə qədər başa düşməyib ki, yaxşı görmək nədir? Çünki bu ümumiyyətlə başa düşmür ki, normal görmək nədir? Bəli. Sonra oftalmoloq baxışından sonra müəyyən olur ki, bərbad gündəymiş, heç nə görmürmüş ki bu uşaq. Eynən. Mən hətta bəzən valideynlərə izah eləyirəm, deyirəm siz yemədiyiniz yeməyin dadını bilərsiniz, bilmərsiniz. Uşaqda hər 2 gözü zəifdir və o uşaq yaxşı görmədiyi üçün əslində net görmə nədir, yaxşı görmə nədir, bunu bilmirlər. Hətta mənim 3 yaşında, 4 yaşında olan xəstələrimdə eynəyi təyin eləyəndə onların üzlərindəki mimikaların dəyişdiyini görürəm və görməyə başlayırlar çünki. Bəli, o qədər emosional olurlar ki, onlar ekrana baxırlar, yəni ətrafa baxmırlar və mən o eynəyi tam görmə, 100% görmə, təbii ki, uzun müddət taxmayanda ilkin mərhələdə tam görmə olmasa da müəyyən qədər yaşa uyğun görmə artırsa valideynə baxmağı istəyirəm və o an onların üzündəki o sevinç görsənir, belə gözlərini bərətmiş şəkildə sevinç hissi ilə baxırlar və o an valideyn də onu hiss edir ki, əslində yaxşı görmə nəymiş, əslində düzgün görmə nəymiş. Bir də bizdə rastlaşdığımız bir problem var. Çox vaxt valideynlər uşaqların eynək taxmağını istəmirlər. Buna böyük bir faciəvi bir məsələ kimi baxırlar. Mən düşünürəm ki, bu maarifləndirmək böyük rol oynayır. Burada maarifləndirməni tək göz həkimi edə bilməz. Bunu pediatrlar da etməlidir, bunu evdə böyüklər də etməlidir. Yəni eyni zamanda cəmiyyət də buna düzgün yanaşmalıdır. Sinif yoldaşları yəni onu sıxmalı deyil ki, yəni açki taxır, açqarik deyirlər və s. və ilaxır belə. Bu valideynin dünya görüş səviyyəsindən asılıdır. Əgər valideyn başa düşürsə ki, bu gərəkli bir şeydir mənim uşağım üçün, o təbii ki, onun taxmasına şərait yaradacaq və uşaqda o kompleksi özü yaratmayacaq. O qədər valideyn var ki, birinci özü kompleksi yaradır ki, ay yox, falan yerdə taxma eynəyi. Uşaq görmür. Necə taxmasın? Uşaq yolda gedəndə görmür, lövhəyə baxanda görmür, nə bilim avtobusa minəndə görmür. Necə taxmasın? Valideynlərin çoxunun özündə kompleks var deyə o kompleksi uşaqlara aşılayırlar. Və siz düşünün ki, o zəif görən uşaqlar sonuncu deməli cərgələrdə oturduğu zaman məktəbdə lövhəni görə bilmirlər. Bəzən çəkindikləri üçün, qorxduqları üçün sualı təkrar vermirlər, müəllimdən təkrar soruşmurlar. İnanırsınız nə qədər geri qalma olur və yenə mən praktikamda rastlaşmışam ki, 6 ay, məsələn 2-ci sinifdə, 3-cü sinifdə oxuyan uşaqlar olubdu. 6 ay eynək istifadəsindən sonra təkrar müayinəyə gəliblər. Valideynlər deyib ki, bilirsiniz dərslərində nə qədər irəliləmə var.
Bu həqiqətən belədir. Yəni biz özümüz valideyn olaraq da, biz həkim olaraq, həm də eyni zamanda bir valideyn olaraq bizim də övladlarımız eynək istifadə edə bilər, eləyirlər də. Yəni necə ki bir valideyn olaraq can yandırırıq ki, övladlarımızın bütün əqli inkişafları, ətraf mühitlə qaynayıb qarışmaları, hamısı onların ətraf mühiti necə qavramağından asılıdır və burada da təbii ki, görmə çox böyük bir rol oynayır. Ümumiyyətlə bir şey deyim, üzr istəyirəm. İnsan evladı 90% informasiyanı zaten gözlə alır. Bəli. Və nümunə olmaq istəyiriksə sözlə yox, birinci davranışla, onu da uşaq görür, götürür. Bəli. Bir dənə əlavəmi istəyirəm deyim. Həyatımıza gadgetlər girəndən sonra düşünürəm ki, oftalmoloqların işi daha da artıb və mən tövsiyə görərdim ki, istər sağlam uşaq olsun, istər qeyrisi olsun, hər il göz müayinəsindən keçməlidir. Mütləq keçməlidir. Dərsə gedən uşaqlarda ümumiyyətlə ilin əvvəli, ilin sonu, ilin əvvəli, ilin sonu. Çünki dərsləri də telefona göndərirlər, işləri də kompüterlərdən daha çox olur. Ona görə təkcə yeni doğulmuş dönəm, 18 ay, 3-4 yaş yox. Məncə biz ümumiyyətlə o barədə danışacağıq doktorla növbəti videoda sırf göz zəifliyi haqqında, gadgetlərin təsiri haqqında və nələr etməliyik bu halda. Bir üzr istəyirəm, bir dənə də məsələ demək istəyirəm ki, hal-hazırda bizdə valideynlərində və bir çox elə ətrafda olan digər həkimlərin də bir fikri var ki, həmişə deyirlər 3 yaş olsun yoxlayarsınız. 2 yaş olsun yoxlayarsınız. Bu tamamilə səhv fikirdir. Yəni hal-hazırda bizim müayinə etdiyimiz uşaqlarda hətta 8 ayından belə gözündə hər hansı bir görmə refraksion qüsuru deyirik buna, miopiyası, hipermetropiyası varmı, yoxmu? Yəni ən kiçik yaşlardan belə bunu təyin etmək olur. Ona görə heç bir müayinəni və yaxud da 1 yaş olsun bu keçər, 2 yaş olsun çəpliyi keçər. Bu düzgün bir fikir deyil, səhv fikirdir və müayinə etmək olmaz fikri də səhv fikirdir. Dediyim kimi, yeni doğulmuş haldan istər refraksion qüsurları olsun, istər göz dibi müayinəsi olsun, istər ön segmentin və yaxud da arxa segmentin müayinəsi olsun və yaxud da görmə sinirinə bağlı və yaxud da neyrooftalmoloji müayinələri olsun. Yəni yeni doğulmuş vaxtdan hal-hazırda, yəni bütün dünyada artıq texnika o qədər inkişaf edib ki, bütün müayinələri apara biləcək avadanlıqlarımız var. Ona görə də onları, bu müayinələri aksatmaq, yəni daha da uşaqlar üçün təhlükə yarada bilər. Və bu mövzuda son sual vermək istəyirəm ki, yeni doğulmuşlara ən çox rast gələn problem göz bulaşmasıdır. Yəni göz kanalının qapanmış olmasına görə, açılmamış olmasına görə daha doğrusu. İstəyirəm o barədə danışaq. Çünki yeni doğulmuş dövrdən müayinələrdə bu önəmli problemlərdən biridir. Tez-tez zığılanır, tez-tez çirk edir və bəzi valideynlərin də səbri çatmır ki, bu nə vaxtacan belə olacaq? Yəqin ki, ya pediatr nəyisə bilmir, ya oftalmoloq nəyisə bilmir ki, bunu belə deyək də 1 həftəyə 3 günə düzəldə bilmir. Çox yaxşı bir mövzuya toxundunuz, həm də yaralı bir mövzuya toxundunuz. Nəyə görə yaralı bir mövzudur? Bugünkü gün demək olar ki, çoxlu sayda bu problemlə biz rastlaşırıq. Və bu çoxlu sayda rastlaşmağımızın və mən öz praktikamda statistik olaraq bu uşaqları görəndə həmişə sual verirəm ki, normal doğuşdan olub, yoxsa keysəriyyə ilə? İnanın mənə, o kanal məsələləri olan uşaqların böyük bir qismi keysəriyyə ilə doğulan uşaqlarda olur. Təbii ki. İndi bu bir bağı vardı, yoxdur. Bu bugünkü gün mövzumuzda müzakirəsi deyil əslində, müzakirə mövzusu deyil. Sadəcə olaraq səhv olan nələr var? Bir neçə səhv var. Birinci, evin içində olan bir səhv. Evin içində olan bir səhv. Uşaq evə gəlir, təbii ki, bu çirklənmə hər zaman kanal tutulmağı olmur, konjunktivitlər də ola bilər, rastlaşırıq, normal doğuşla doğulan uşaqlarda doğuş yollarından keçən infeksiyalar da ola bilər. Bunu diferensiasiya eləmək lazımdır və bu diferensiasiyanı yalnız oftalmoloq eləyə bilər və ona uyğun müalicə təyin olunmalıdır. Uşaq evə gəldiyi zaman evdə daha yaşlı nənələr, xalalar, bibilər, bunlar hər biri ana südünü gözə tökmək və yaxud da digər bir və yaxud da özlərindən fərqli bir dərmanların istifadəsi ən çox səhv olunan apteklərə müraciət edib və burada apteklərdə tamamilə əks göstəriş olan steroid tərkibli deksametazon tərkibli bir çox dərmanların təyinidir ki, bu bizim işimizi daha da çətinləşdirir. Çünki o kanal prosesidirsə, orada bir irinli proses var və bu irinli proses artıq flegmonaya qədər gətirib çıxarda bilər.
Deməli, bu çox böyük bir səhvdir. İkinci bir səhv doğum evində və yaxud da ki, deməli, müraciət elədikləri pediatr tərəfindən də olur ki, dərmanlar təyin olunur və yaxud da masaj olunsun deyilir. Yenə də bu masajın düzgün qaydasını, əllə masaj eləmək, quru əllə bu düzgün deyil. Çünki dəridə yara əmələ gətirir, çatlar əmələ gətirir. Bu da uşağı incitdiyi üçün artıq masaja icazə vermir. İkinci bir tərəfdən o masaj hansı tərəfə, hansı yönə, hansı təzyiqlə olunmalıdır ki, biz xəstəyə kömək eləyə bilər. Bunların hamısını daha düzgün oftalmoloq başa sala bilər. Bir məsələ də var ki, bu da bir ağrılı bir tərəfidir. Belə uşaqlara deyirlər ki, 1 yaşında keçəcəkdir. Bu da tamamilə səhvdir. Əvvəlki protokollarla biz 6 ayına qədər müalicə və müşahidə edirdik. Bugünkü protokollarla 7-8 ayına qədər icazə verilir müayinə və deməli müalicə və müşahidə etmək üçün. Yalnız mən öz praktikamdan deyə bilərəm ki, bunu bir çox oftalmoloq da təsdiqləyər ki, 5 ayından sonra çox az hallarda kanalın açıldığını görmüşük. Əgər biz xəstə şübhələnirsə, ola bilər konjunktivitli müalicə ilə keçib, amma bu keçmirsə, təkrarlanırsa, bir də təkrarlanırsa, heç çirklənmə yoxdur. Valideyn necə diqqət eləyə bilər? Uşağı gəzməyə çıxardır. Balaca bir külək oldu, çölə çıxdı, bir gözündən yaş gəlir. Daima bir gözdən, gözün içinə baxdığı zaman sulu hiss eləyir gözün içinə. Çox yaş axmasa da o gözdə sululuq hiss eləyir. Yəni bu onu göstərir ki, o kanala mütləq deməli baxılmalıdır. 5 ayına qədər apardığımız müalicə zamanı böyük bir qism uşaqlarda müsbət effekt alırıq. Amma 5 ayından sonra, məsələn, xəstə gözləyib 8 ayından sonra 1 yaşında gətiribsə, çox təəssüf ki, burada aparılan müalicələrin heç bir effekti olmur və məcbur zontlama aparılır, yaş yollarının zontlanması aparır. Bunu eşidəndə də valideynlər çox vaxt qorxurlar. Yəni, qorxulu bir problem deyil, qısa müddətdə olan bir problemdir. Bunu saxladıqca, uşaq böyüdükcə aparmaq daha çətin olur və hətta gələcəkdə əməliyyata gedə bilər. Ona görə də bu proses varsa, mütləq tez bir şəkildə vaxtında ona üstünə düşmək lazımdır, bu problemi həll etmək lazımdır. Düşünürəm ki, uşaqların göz müayinəsi haqqında bugünlük bu qədər kifayətdir. Və sizə çox təşəkkür edirəm doktor gəldiyiniz üçün, bizi aydınlatdığınız üçün. Biz özümüz də çox şey öyrənirik siz danışdıqca. Bu arada kimin nə sualı varsa doktorun səhifəsini taq eləyəcəyik. Kommentlərdə doktoru taq eləyərsiniz, sualınızı da verərsiniz. Sağ olun, salamat qalın. Sağ olun. Sağ olun.